Quba rayonunda 1918-ci ilin mart ayında yerli sakinlərə qarşı soyqırım törədən erməni bolşevik birləşmələrinə qarşı döyüşlərdə şəhid olan və İqrıq kənd qəbirstanlığında dəfn olunan 2 türk əsgərinin şərəfinə abidə kompleksi inşa olunub. Kompleksin açılış mərasimi keçirilib. Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, qardaş ölkənin Azərbaycandakı hərbi ataşesi Yücel Karaoğuz, Quba rayon icra hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər tarixi nəzər salıb, bu abidənin 2 qardaş ölkə üçün böyük əhəmiyyətə malik olduğunu dilə gətirib. Türkiye-Azerbaycan ilişkileri, Ulu Önder Mustafa Kemal Atatürk'ün Azerbaycan'ın sevinci sevincimiz, kederi kederimizdir. Ulu milli lider Haydar Aliyev'in biz bir millet, iki devletiz felsefesinden hareketle geçmişten başlayarak bugüne gelmiş, bugünden de ezele kadar devam edecek ilişkilerdir. Türk ordusunun əsgərlərinin ikisi öz canını bu torpaqda qoyub getdiyi günü biz bu günlərim yad edirik. Erməni qəsbkarlarının apardıqları əks təbliğatlar Azərbaycanın başına bu oyunları 18-ci ildə təkrar gəlir. Lakin bu günlərdə bizim xalqımızın qan qardaşı, onun demək olar ki, doğması Türk xalqı bizim xalqın köməyinə gəldi. Bu günlərim Türk xalqı ilə bizim xalqımızın arasında olan bütün münasibətlər öz əksini görərək bugün belə məzarlıqların xalqımızın və Azərbaycanımızın müxtəlif diyarlarında belə təşkilinə biz rast gəlirik. Kompleksin qurulmasının təşəbbüskarı Əşrəf Əhmədov Türkiyənin Azərbaycandakı səfiri tərəfindən mükafatlandırılıb. Daha sonra səfir Türkiyə və Azərbaycan arasındakı əlaqələrin qədim tarixə söykəndiyindən söz açıb. O qeyd edib ki, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə 13 min nəfərli Qafqaz İslam ordusu Azərbaycana gəlib. Həmin dövrdə baş verən döyüşlərdə 1130 türk əskəri şəhid olub. Alper Coşqun, İqrıq kəndində şəhidlərin xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib. Türkiye ile Azerbaycan arasında dostluk emsalsizdir derken biz bu bağdan ve bu güçten bahsediyoruz. Ve bizim manevi borcumuzdur. Zamanında en büyük fedakarlığı yapmış olan bu aziz kardeşlerimize, kendi evlatlarımıza, kendi büyüklerimize minnet borcumuzu ifade etmek. Özellikle İğrik köyü halkına şükranlarımı arz ediyorum. Çünkü onlar yıllar boyunca bu mezarlara sahip çıktılar. Ve gerçek dostluğun, gerçek kardeşliğin anlamını en iyi bir şekilde sergilediler. Dolayısıyla onlara özellikle teşekkür ediyorum. Sonda abidənin açılışını bildirən lent kəsilib, şəhidlərin məzarları üstünə gül dəstələri düzülüb, dualar oxunub. Komutan biraz